Bu aynanın bir yansımasıdır. Sen kime eğilmiştiysen onun bir yarısısın. Ben kimin Mevlasıysam Ali de onun Mevlasıdır. Ali'yi seven beni sevmiştir. Ali'ye itaat eden bana itaat etmiştir. Oku, kelimeler dile geldi. Seninle konuşan biziz. Nehl suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Artık yakınlaşmış emri Allah'ın. Onu tələsirməyin. Ona koştukları şəriklərdən ucadadır. Ucalardan ucadır o. Bəndələrindən istədiyi kimsələrə vəhiy aparan mələkləri göndərir o. Kafirlərə xəbərdarlıq eləyin, bildirin. Məndən başqa tanrı yoxdur. Qorxun məndən. Göyləri yeri haqq olaraq yaratmış, ona qoşduqları şəriklərdən ucalarda qərar tutmuş o. Nütfədən yaratmış insanı Allah. İnsandakı açıqca düşman kəsilmiş ona. Heyvanları da sizdən ötürü yaratmış. Yunlarıyla, tükləriyle qızınırsınız. Başqa şeylərdə də karınıza gəlirlər. Ətlərini yeyirsiniz. Axşamlar otlaqdan gətirəndə də, səhərlər otlağa aparanda da ayrı bir zövq verir heyvanlar sizə. Daşıyırlar yükünüzü bu şəhərdən o şəhərə. Özünüz daşımalı olsanız əgər çox əziyyət bahasına başa gələr bu sizə. Şübhəsiz çox şəfqətlidir, rəhimdir Rəbbiniz sizin. Miniyiniz, bəzəyiniz olalar deyə atları, qatırları, ulaqları yaratmış. Bilməzsiniz daha nələr yaradar o. Doğru yolu bəyan eləmək Allah'ın öhdəsində. Bu yoldan sapan da var. Allah diləsəydi əgər hamınızı yönəldərdi doğru yola. Odur sizdən ötürü səmadan su endirən. İçdiyiniz bu sudandır. Heyvanlarınızı yemlədiyiniz bitkilər də bu sudan içib bitir. Və bu suyla sizdən ötürü əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər cür meyvə ağacları yetirər o. Bunlarda şübhəsiz ayələr var düşünən kəslər üçün. Gecəni, gündüzü, günəşi, ayı sizə tabe eləmiş. Ulduzlar da boyun əymiş Allah'a. Bunlarda şübhəsiz ayələr var düşünüb daşınanlar üçün. Rəngarəngdir sizdən ötürü yer üzündə yaratdığı nə varsa. Bunda da şübhəsiz bir ayə var görüb götürənlər üçün. Sizdən ötürü dənizi də ram eləmiş, təptəzə ət, balıq yeyəsiniz. Bəzək, düzək çıxararaq dənizdən bəzənib düzənəsiniz. Görürsən suları yara-yara necə üzür gəmilər. Allah'ın lütfündən pay diləyin, ona şükür eləyin. Yer üzündə möhkəm duran dağlar qurmuş ki, ayağınız altından yer qaçmasın. Ayağınızı torpağa bərk basasınız. Çayları, yolları var eləmiş ki, yolunuzla yollanasınız.
Yer üzündə əlamətlər, göy üzündə ulduzları yaratmış ki, tapalar öz səmtlərini. Yaradanla yaratmayan taymu tutular məgər biri-birinə? Bir ağıl işlətsəniz, Allahın nemətlərini saymaq istəsəniz də saya bilməzsiniz heç. Şübhəsiz günahlardan keçəndir, rəhimdir Allah. Demədiyinizi də, dediyinizi də bilir Allah. Allahı qoyub o tanrılara tapınırlar ki, heç nəyi xəlq etməz onlar. Özləri xəlq olunurlar. Diri də deyirlər, ölüdürlər. Bilməzlər nə zaman bir daha diriləcəklər. Tanrınız tək tanrıdır və o kəslər ki, axirətə inanmayırlar, küfürlə yüklü olur ürəkləri onların. Təkəbbürlük edirlər. Şübhə yox ki, onların demədiyini də, dediyini də bilir Allah. Təkəbbürlük edənləri sevməz o. Rəbbinizin nazil elədiyi nədir deyiləndə onlara bizdən əvvəlkilərin əfsanələri deyərlər və qiyamət günü daşıyarlar bütövlükdə özlərinin günah yüklərini. Eləcə də daşıyarlar cahillik üzündən azdırdıqları kəslərin bəzi günah yüklərini. Nə pis bir şey imiş daşıdıqları.